Herkese salam. Yeni günden sizi salamlayıram. Mən də burada zavtrakda çayını uşaq qaynadı. Çünki qaynanama перевязка eləyirdim. Onun üçün bir kent yumurta qaynadım və əlavə də eləyirəm. Bəzi şeylər sizə göstərərəm. Конечно же bir gün burada biz uje zavtrakdan sonra oğluşum çölə çıxır. Mən də həmişəki kimi marketə gedirəm. İnanırsınız, hər gün səhər nəsə alırıq, amma yenə də gedib marketdən nəsə alırıq. Bildiğiniz kimi tatilde videolar geç çıxır, uşaqlar evdədir. Marketdən nələr aldım? Kartoşka həmişəki kimi, xiyar, çox yeyirik xiyar, uşaqlar da yeyirlər. Xaladelnikdən çıxardıb yaşıl xiyar, soyuq xoşlayırlar. Göyərti aldım, belə paket, bilmirəm hardan gəldi. Lavaş aldım, bu lavaşları aldım. Kofe aldım, olmazsa olmazı bir neçə dəfə gündə içə bilərəm kofeni. Sab qalbasa aldım, sab alırıq və bu pendirlər skidkadaydı, bunları aldım. Uşaqlara istəyirəm skоворodkada pizza hazırlayım. Bəlkə də sizə də göstərdim, amma dəqiq deyə bilmərəm, çünki çox işlərim olur. Yağ, pisok və un da aldım. Belə 5 kiloluq un aldım. Paketlər, inanırsınız, bu paketlərə görə gitmişdim. Pingvin paketlərə görə nə qədər şey aldım. Bunlar da bizə kənddən gələn paydı. Qaynanam yerli almanı çox sevir. Onun üçün yerli almanı göndəriblər. Burada etdir, toyuqdur, şor, bunu çıxartmışam, xaladelnikə qoyaram. Bu qalanları da indi paketlərə qoyub marasilkaya qoyaram. Lazım olanda oradan çıxartıb, eridib smetana, xama, belə şeylər əlavə eləyib, qarışdırıb uşaqlara verirəm, yeyirlər. Burada et var, bunu bilmirəm, ya maşınkadan keçirdərəm, ya da belə də qoyaram. Bunları da balaca kubiklər kəsdim ki, padlivka üçündür. Bir büyük sümükdə var idi, onu da ayrı qoydum. Bəlkə su borş eləyəndə onu da qaynadıb nəsə bulyon üçün eləyərəm. Toyuq, tvoroglar da belə paketlərə qoydum. Dediyim kimi marasilkaya qoyaram. Bu zaman da polufabrik tvorog bura qoymaq istəyirəm. Et var idi, amma yenə də sağ olsun, payı artıq olsun gətiriblər. Bilmirlər qaynanama nə gətirsin, gətirirlər, amma o da heç nə istəmir, vəbşə heç nə istəmir. Görürsünüz, burada məndə jırdı kurcuk. Onu da belə maşınqada keçirdib paketlərə qoymuşam. İsti havada evdə neynəmə olar? Sadəcə təmizlik. Uşaqların şkafdakı paltarları çıxartmışam. Bunu ötüləmək lazımdır, amma nəsə heç nə eləmək istəmirəm. Bunlar paltar çıxartmışam şkafdan. İstəyirdim səliqəyə salam, qatlayım, belə səliqəli qoyum. Və oturmuşam burada, baxıram ki, pəncərədən isti gəlir. Mən də oturmuşam burada, fikirləşirəm, nə eləyə bilərəm. Yeməkləri var, hər şey var, şükür Allaha. Sadəcə heç nə eləmək istəmirəm. İstidir çox. Gəlin indi bunları qatlayım, qəşəngcə şkafa qoyum. Lazım olmayanları aralardan çıxardım. Baxım nə eləyirəm bugün. Yəni burada nəsə eləmişəm. Burada var, bunları hamısını çıxardıb vakuum paketlərə qoyub bazanın altına qoymaq lazımdır. Amma dedin bugün yox, bugün olmaz. O gün deyil. İstəyirəm bu ayaqqabıları da hamısını çıxardım, maşınkaya atım, yum, maşınka yusun. Çünki belə toz iyi gəlir. Buradan görürəm ki, uşa qapını açanda toz iyi gəlir. İnanırsınız, uşaqlar bir dəqiqə evdə durmurlar. Səhər çölə çıxırlar, axşam çölə çıxırlar, düzdür, tatildə çıxsınlar. Mənim üçün xoşdur. Çıxsınlar, oynasınlar, gəzsinlər, amma ayaqları elə şey olur ki, tərlənir ki, və o tər quruyanda nə qədər balkona qoysam da havaya ayaqqabıları yenə də istəməz, belə iyi gəlir şkafdan və mən də istəmirəm indi nəsə gələr, kimsə gələr, belə iyi nəsə olar da xoşum gəlmir. Bu ayaqqabıları da istəyirəm bağa aparım, amma bilmirəm nə vaxt apararam. Bir gün apararam. Hansı ki geyinmirik, onları istəyirəm bağa aparım. Buraları da belə toz alıram. İndi bu eskini görəcəksiniz, deyəcəksiniz ki, yenə də yazacaqsınız ki, eyni dasmalla hər yeri təmizlədin, o nə təmizlikdir.
Yox qızlar, belə bir şey olmaz. Bir neçə dəfə o dasmalı yuyub nəsə eləyirəm. Sadəcə siz görmürsüz. Niyə? Çünki videoda elə şeylər də qoysaq, hardaykən də qoysaq, bu video çox böyük bir video olur. Təmizlik hamımız biz eləyirik də. Biz hamımız bilirik ki, bir yer təmizləyəndə o dasmal biraz tozlu olanda gedib onu yuyub yenidən nəsə təmizləyirik. Belə bir şeylər yazmaq məncə aidiyyəti yoxdur. Orada heç nə yoxdur. Bu aiddir o xanıma ki, hansı ki mənə yazıb eyni dasmalla hər yeri təmizlədin, daha orada nə təmizlik oldu. Mən hamam tualet yuyurdum məsələn. O dasmal Domestos dasmalı idi, hansı ki mən çox Domestos vurmuşdum ona, hər yer Domestosla silirdim. Və sonra конечно же su axıdıram və sudan sonra da quru bezlə silirəm. Belə bir şeylər var. Yazırsınız ki, o nə təmizlik oldu. Belə bir şeylər yazmaq olmaz. Mən heç vaxt, например, qab, çay dasmalları, nijni bilyo ilə yuyanlar var. Eyni maşınkada belə şeylə el tualet dasmallarla yuyanlar var. Mən belə bir şey eləmərəm, yox, eləyə bilmərəm. Çünki belə bir şey özümə də heç, yəni mən xoşlanmıram belə şeylərdən. Amma belə şeylərdə yazmaq olmaz. Bu dasmalı, bu eskini mən neçə dəfə yuyub silirəm. Niyə? Çünki sadəcə o toz buraxmır, mənim xoşuma gəlir. Yoldaşımın maykadır, eski, hansı ki geyinmir. Mən bu güzgünü silirəm. Mən də bilirəm, manatlıq mağazalarda var, eskilər də var, mikrofibra trapkalar da var. Çoxunu da almışam, çoxunu da atmışam. Xoşum gəlmədi, o dediyin deyildi. Bu həmişə elədiyim bir şeydə eləyirəm. Burada heç nə yoxdur. Bu maykanı onsuz da geyinmir. Sadəcə mən silirəm və atıram. Sonra da rahatca da bunu ata bilərəm. Belə bir şeylər də var xanımlar. Belə mənim təmizlikdə belə gedir. Qaynanam gəldi. Уже neçə gün evdədir. Şükür, yaxşıdır. Özünü yaxşı hiss eləyir. Sadəcə onu belə saxlayırıq. Отдельно otaqda deyəndə biz ora giririk, amma orada çox vaxt orada keçirdir. Çünki hələ ki şlanq qalıb. O şlanqı çıxardana kimi o rahat nə otura bilir, nə gəzə bilir. Çünki şlanq içərdən çıxıb da oradan çirk gəlir. Onu da mən dəyişdirirəm, priveska mən eləyirəm. Elə bil ki, Mrs. olmuşam. Belə şeylər eləyəndə fikirləşirəm ki, gərək mən də Mrs. olardım. Belə buranın da tozunu hər gün alıram. Yenə də dedim, buranı da alım. Çünki nə deyim sizə, 3 uşaq anasıyam. Uşaqlar da belə spokojni deyil, hiperaktivli uşaqlardır. Bir yerdə durmurlar. Evdə də futbol da oynaya bilərlər, topla da oynaya bilərlər. Belə. İnşallah bu videonu bəyənərək baxarsınız, like qoyub abunə olmayı unutmazsınız. Çox xoşdur, çox maraqlıdır. Nəsə reylərdə də nəsə yaza bilərsiniz. Öz fikirlərini deyə bilərsiniz. Məsələn, sizdə nətərdir? Burada uşaq gətirmişəm. Hamısını istəyirəm maşınkaya qoyum, yuyulsun, atıram. Bunlardan sonra nəsə belə qab dasmalları, nəsə yuması olsam, mən maşınkanı Domestosla palaskaniya eləyirəm. Amma elə vaxtlar olur ki, mən bilirəm ki, bugün məndə paltar heç nə yoxdur yumağa. Mən maşınkanı sadəcə bağlayıram, niyə ona əziyyət verim? Bugün bilirəm da, 1-2 gün məndə vəbşə paltar yoxdur yumağa, hamısını yumuşam. Sadəcə bu ayaqqabılar var idi, onları da istəyirəm yuyum, aradan keçsin. Qoyuram 40 dərəcəyə və 1 saat belə rahat stirka, bısтрый stirka olacaq. Bunu da niyə bağlayıram? Külək var. Bu da yerlənir, düşür güllərə. Güllər də yarpaqları düşürlər. Baxın, hər yer yarpaq olur, qırmızı və orada uşaqlar çıxırlar balkona, ayaq basırlar, sonra orada ləkə olur. Amma güllər açanda elə qəşəng görsənir. Hava da çox belə isti havadır. Bu qapını da dedim, gərək mən bunu da silim. Gərək bunu da silim. Aradan çıxardım. Bu qapı en sevmədiyim qapılardan biridir. Komnatlı qapıdır. Biz belə peristanovka elədik bizim kvartiranın da
evimizə belə burada başqa bir komnata, otaq, kladovka belə şeylər olmalıdır. Biz kuxna ilə uşaqların otağı elədik və belə bir şey oldu. Room tur istəyirsinizsə də bol-bol mesaj qoyun, like qoyun ki, bir 500-600 like olsa room tur eləyərəm və deyərəm ki, biz hardan nə elədik, bizim proyekt nətər idi və biz nə elədik. Çox qəşəng bir proyekt oldu. Bizdə bir otaq həmişə belə svobodlu qalır. Bir qonaq zad gələndə qonaq otağı kimi bir otaq da qalır bizdə svobodlu. Duxovkanı yandırmışam, istəyirdim paniroviçini suxarı belə bir şey eləyim. İnanırsınız, hər şey sizə çəkməyi o qədər istəyərdim ki, amma alınmır. Arada telefonda ya zaryadka olmur, ya da telefon uşağın əlində olur, ya da mən kimi iləsə danışıram telefondan və vaxtı olmur. Ona görə də elə qalır ki, mən deyirəm, Allah adına da başqa bir səfər eləyəndə çəkərəm, göstərərəm və beləcə qalır. Amma gündə o qədər iş görürəm ki, inanamazsınız, çox iş görürəm, hazırlayıram. Məndə bözbaş var idi, qaynanama isitdim, belə bir günorta yeməyi hazırladım. İstəyirəm o qəşəng yesin, tez sağalsın və qabları qızım dedi, ana sən istirahət elə, bugün qablar mən yuyuram. Bilirsiniz, dediyim kimi yenə də 3 uşaq anasıyam, 2 qız, bir oğlan. O qədər sevinirəm ki, Allah hamınızın uşaqları saxlasın və mən burada mənim və qaynanam üçün kofe hazırlayıram. Biz əvvəldə çox kofe içirdik, onunla birlikdə kofe içməkdən zövq alıram həmişə. Və belə bir şeylər eləyirəm. Arada şokolad qoyuram, arada lokumlar qoyuram. İndi də belə finik qoydum kofe ilə. Çünki şəkər çox əlavə eləmirəm. Şəkərli xoşlanırıq biz ikisi də. Belə sadə kofe xoşlayırıq və nə ilənsə içirik də. Şokolad, dediyim kimi finik, belə nətər deyim, drajelər, belə şeylər ola bilər. Kofe hazırlayıram. Burada bizə biraz istirahət eləyək, biraz filmə baxaq, seriallara baxırıq. Xoşlayıram bu anı, ən sevdiyim anlardan, istirahətlərdən biridir. Qızım da sağ olsun dedi, özü hər şey eləyərəm. Sən get istirahət elə. Mən də çox sevindim. Dedim ki, nə yaxşı ki, siz varsınız. Allah bütün uşaqları saxlasın, anaları, uşaqları, nənələri, babaları, bütün dünya belə inanırsınız, sevincli, mutlu, belə spokojni, bir-birinə yardım edən belə bir insanlar olsun inşallah. Belə kofe də hazırdır. Gedim içim, biraz istirahət edirəm. Bu işıqlarını da söndürüm. Çünki indi istirahət vaxtı o heç kimə lazım olmur. Mən bir şey hazırlayanda o işığı taxıram. Burada uca kofe də içdim, istirahət elədim, gəldim, maşınka uca yuyulub, ayaqqabıları, bunları çıxardım, koyum. Bunları da koyum, qurusun. Tabiçkaları da şepiklər deyirsiniz də, onları da koyuram maşınkaya, yuyuram çünki tərtəmiz olur. Günəş də elə günəş var ki, deyim sizə, çox belə isti günəş var. İstəyirəm gülləri də suluyum, amma bilmirəm. Hələ ki günəş var, sulaya bilməyəcəm. Birazdandan bəlkə də sulayaram. Günəş otursun, birazdandan sulayaram. Amma hələ ki günəş var, yox. Sulamaq mümkün deyil. O maşınkada təmizlik görürsünüz, nə qədər təmizdir. Burada da heç toz, heç nə yoxdur. Bağlayıram, çünki bugün sabah məndə paltar yumağa yoxdur. Mən hər şey yumuşam. Bu güllərin güzəlliyinə bax, hər şey unuturam da bunlara baxanda. Nə qəşəngdir. Burada qurusun, mən də gedəm yenə də istirahət məni gözləyir. Bugün belə heç bir iş yoxdur. Gördüyünüz kimi sabahları bəlkə də təmizlik eləyərəm, uşaqlar çöldədir. Burada uca hava serinləşib. Mən yenə də çıxdım balkona, ayaqqabıları qoydum maşınkanın üstünə. İstəyirəm buranı süpürüm və gülləri suluyum. Buranı bir neçə dəfə süpürürəm də, demişdim sizə, bu güllərin yarpaqları düşür yerə və bunlar renk olur, qırmızı renk. Ayaq basanda uşaqlar qırmızı belə renk verir. Yenə də dediyim kimi, inşallah inanıram ki, siz videonu bəyənərək baxarsınız
Nə qədər çox olsa, o qədər də çox like qoyun. Sizə room tur eləyərəm, evimizin room turu danışaram, nətər, necə elədik. İnşallah istəyirəm belə bir şey də eləyirəm, amma o sizə bağlıdır. Sizin aktivliyinizə bağlıdır. Belə buranı da süpürüm, suyu verim, güllərin və ya sizinlə də salamlaşım, sağollaşım, sağ olun, salamat qalın. Dediyim kimi, hər kəsin ruzusu verən Allahdır. Sadəcə Allaha inanmaq lazımdır və inanın ki, hər şey yaxşı olacaq. Bu ondan asılı deyil ki, o namaz qılmır, o dua eləmir. Yox, onun da bir vaxtı var ki, Allah ona da nəsib eləyər ki, o da həm namaz da qılar, həm ən yaxşı insanlardan da biri olar. Bu heç kim bilmir. Namaz qılmayan, o qədər yaxşılıq eləyən insanlar da var, yaxşı ürəkli. Belə bir şeylər də var. Ona görə ki, biz belə dövrdə yaşayırıq ki, burada hər kəs özü nə istəyir, nə yaxşı bilir, onu eləyir. Allah hamının ağlına belə yaxşı şeylər gətirsin ki, hamı da yaxşılıq eləsin. Sağ olun, salamat qalın. Sağollaşmışdım sizinlə, amma yenə də bacım gəldi. Onunla dedim belə bir sadə çay içək və belə çay süfrə hazırladım bizə. Bu da qaynanamın axşam yeməyidir. Burada boraçni salat var, et toyuq suyu ilə bişirən düyü və toyuq döş ətidir.